Salam uşaqlar, bugünkü mövzumuz məxrəcləri bərabər olan qarşı qədələrin çıxılması haqqında danışacağıq. Səhifə 56, 57, 58. Mövzunu mənimsədiksə bəyənməyi və abunə olmağı unutmayaq. Başlayaq dərsimizə. Uşaqlar, keçən dərsimizdə sizinlə məxrəclərin eyni olan və müxtəlif olan qarşı qədələrin toplanması haqqında danışdıq, düzdürmü? Dedik ki, toplayanda birinci tam hissələr bir toplanır, kəsr hissələr bir toplanır, düzdürmü? Çıxanda da eyni formada. Əgər məxrəcləri eynidirsə, məsələn, mənə verilib 2 tam 8-də 7 çıxılsın. Gəl biraz daha rahat verim. 4-də 3 çıxılsın. 1 tam 4-də 1. Mənə deyir ki, bu fərqi tap. Məxrəci eyni olan, bax, hələlik mən sizə məxrəcləri bərabər olan haqqında danışacağım. Deyirəm, bunu hansı formada çıxırıq? Baxın uşaqlar, bu nə deməkdir? Bu nə deməkdir? 2 dənə tam, düzdürmü? Bir də ki, 4-dən 3. Yəni, 4 yerə bölmüşəm. 3 dənəsi məndədir. 1, 2, 3. Bu 4-cü hissə məndə deyil. Düzdürmü uşaqlar? İndi deyirəm, bundan çıxanda 1 tam 4-də 1. Çıxmaq nə deməkdir? Yəni, həmin hissəni mənə ver. Deyirəm ki, bir dənə tam çıxıram. Bir dənə tam getdi. Çıxdı, getdi. Düzdürmü? Bir dənəsini verdim. Və deyirsən ki, o 4 dilimdən birini də mənə ver. Yəni, bir dənə də dilim verirəmmi? Bir dənə də dilim sildim. Şöyle yerdə nə qaldı? Bir dənə tam qaldı. Bir də qaldı 4 parçadan cəmi 2 parça. Yəni, 4-dən 2. Bu formada aydındır uşaqlar. Bir dənə də deyim bu misal üzərindən. Məsələn, başqa bir misal deyim. Verilib 3 tam 6-da 5 çıxılsın 1 tam 6-da 1. Mənə deyir ki, bu fərqi tap. Birinci, 3 tam 6-da 5-in nə olduğunu mən bilməliyəm. Yəni, 3 dənə tam tortum var. 1, 2, 3. Bir də ki, 6 yerə bölmüşəm, 5 dənə dilim məndədir. Yəni, bu formada. Baxın, xırda-xırda dilimlər çəksəm olar. 1 dilim, 2 dilim, 3 dilim, 4 dilim, 5 dilim, 6 dilim. 5 dilim. 6 dənəsindən 5-i məndədir cəmi. 1, 2, 3, 4, 5. Bura kimi aydındır uşaqlar. Mənə deyir ki, bir dənə tam çıx, tamı sildim. Bir dənə də dilim. Bu 6 dənə, bir dənə dilim çıxdı. Dilim nə qaldı? 2 dənə tam qaldı. Bir də ki, 4 dənə dilim qaldı mı? Yəni, bu 6 yerə bölünmüş tortun 4 dənə dilimi qaldı deyə bilərəm. Yəni, 2 tam 6-da 4. Bu aydındır uşaqlar. Bu formada yaza bilərik. Bəs uşaqlar, şəkilsiz hansı formada çıxırıq? Yadımızda saxlayaq. Tamlar 1 çıxılır, kəsr hissələr 1 çıxılır. Yəni, verilib sualımız belə. Deyəcəm, tamları 1 çıxacam. 2 tam çıxılsın, 1 tam. Elədimmi 1 tam? Kəsirləri də 1 çıxacam. 3 dilim çıxılsın, 1 dilim. Elədimmi 2 dilim? Məxrəc olduğu kimi qalır. Məxrəcin aidiyyəti yoxdur. Aydındır uşaqlar. Keçək buna. Deyirəm, tamları 1 çıxıram. 3 dənə tort çıxılsın, 1 dənə top. Qaldı mı 2 dənə tort? 5 dənə dilimdən 1 dənə dilim çıxanda qaldı 4 dənə dilim. Bu aydındır uşaqlar. Bu formada təyin edəcəyik. Gəlin suallar üzərindən baxaq. Görək hansı suallarımız verilib bizə. Səhifə 57-də verilib. Deyir ki, fərqi tap. Misal 1-i həll edirəm. Verilib. 2 tam 8-də 3 çıxılsın. 1 tam 8-də 2. Bu bərabərdir. Tamlar 1 çıxılır. 2 tamdan çıxanda 1 tam. Qaldı 1 tam. 8-də 3-dən çıxanda 8-də 2. Qaldı mı 8-də 1? Keçirəm, bir dənəsini də həll edirəm. 3 tam 5-də 3 çıxılsın. 2 tam 5-də 1. Tamlar 1 çıxılır. 3 tam çıxılsın, 2 tam qaldı 1 tam. 5'də 3 çıxılsın, 5'də 1 qaldı 5'də 2.
Baxın uşaqlar, məxrəc olduğu kimi qalır, sürətlər çıxılır. Çünki 3 dənə dilim var, 1 dilimini çıxdım, 2 dilim. Yəni 5 dilimdən ikisi qaldı. Bir dənəsini də yazıram uşaqlar nümunə üçün. 9/2-də 1 çıxılsın 3/2-də 1. Tamlar 1 çıxılır. 9 tam çıxılsın 3 tam. Elə də 6 tam. 2-də 1 çıxılsın 2-də 1. Nə edir uşaqlar? 0. Deyirəm ki, bir dilim var səndə, bir dilimi də mənə verdin elə. Yerdə dilim qalacaqmı? Yox. Deməli, heç nə yazmıram. 0 qaldığına görə heç nə yazılmır. Keçirəm başqa bir nümunə üzərindən. Verilib 2/7-də 4 çıxılsın 7-də 2. Bunun tamı nədir deyin görüm? 0. Yoxdursa 0-a bərabərdir, düz. Deyirəm ki, 2 tam çıxılsın 0 tam. Elədimi elə 2 tam? 4 dənəsinə 2 dənəsinin çıxanda qalacaqmı 2? 7-də 2, 2 tam 7-də 2 formasında təyin olunacaq. Bir dənə də suala baxaq. Deyir ki, 7/3-də 2 çıxılsın 7 tam. Deyirəm ki, mənim 7 dənə tortum var, 2 dənə də dilimim var. Sən mənə deyirsən ki, 7 dənə tortu ver bəri. Deməli, mən 7 dənə tortun 7-sini də sənə verirəmsə, məndə tam bir tort qalır. Yox, 7 dənə tam tort var, 7-sini də verdim sənə. Tam qalmadı. Yəni 0 tam. 0 tamı yazmama ehtiyac var? Yox, aferin. Deyirəm ki, bir dənə də 2 dilim vardı, sən dilim istəmirsən. Yəni heç nə çıxmırsan, bunun kəsr hissəsi yoxdur. Heç nə çıxmıramsa elə 3-də 2 olduğu kimi qalır. Yəni 3-də 2 çıxılsın, bunun 0-ı nədir? Elə 3-də 2-nin özünü verir. Bir dənə də baxaq, 4/7-də 3 çıxılsın 4 tam. 4 tam çıxılsın 4 tam. 0 tam. 7-də 3 çıxılsın, bunun kəsri 0-dır. 7-də 3-dən heç nə çıxmayanda elə 7-də 3-ün özü qalacaq. Aydındır uşaqlar. Problem yoxdur uşaqlar burada. Bu formada həll edirik. Bu hissəyə kimi aydındırsa keçirik. 57-ci səhifədə mövzunun ardı var. Uşaqlar, bu hissə hələlik biraz rahat idi. Düzdür, mövzu rahat bir mövzudur. Amma biraz indi çətinləşəcək. Baxın, burada nə idi? Baxın, burada 3 dilimdən mən 2 dilimi, 3-dən 2-ni rahat formada çıxa bilirdim. Məsələn, burada 3-dən 1-i rahat formada çıxa bilirdim. Deyirəm ki, 2 alınır. 1-dən 1-i rahat formada çıxıb, deyirəm ki, hə, 0 alınır. Burada rahat idi. Amma bəzi suallar var ki, məsələn, verilib sual belə. Sualımız bu formada verilmiştir. Verilib. Mənə deyir ki, 3/5-də 1. 5-də 1 olmasın. 4-də 1. Çıxılsın. Verilib 1 tam. 4-də 3. Mənə deyir fərqini tap. Uşaqlar, 3 tam 4-də 1 nə deməkdir? Birinci ona fikir verəcəm. Deyirəm ki, 3 dənə yəni tamdır, düzdürmü? 1, 2, 3. Uşaqlar, yumru tort formasında da çəkə bilərsiniz. Problem yoxdur. Xırda da. Belə də çəkə bilərsiniz. 3 tam. Gəlin bu 3 tamı biraz yuxarıdan çəkin. Birdən aşağıdan görsənməz videoda. 3 tam. Bura kimi problem yoxdur. Bir də 4-dən 1. Yəni bir dənə tortu da 4 yerə bölünüb, bir dilimin verilib. Düzdürmü? Yəni bu dilimi məndədir. Qalan heç bir dilim yoxdur məndə. 3 tam 4-də 1 oldu bu. Bura kimi problem yoxdur uşaqlar. Mənə deyir ki, çıx 1 tam 4-də 3. Uşaqlar, mən 1 tamı rahat formada çıxa bilirəm. 1 tamı deyəcəm rahat formada, hə, üstündən kres seçsəm dedim çıxdı getdi və yaxud da siləcəm dedim çıxdı getdi. 1 tamı 3-dən 1 çıxmaq rahatdır mənim üçün. Amma məndə problem nədə yaranır? Mənə deyir ki, burada 3 dilim çıx, 4-dən 3. Məndə cəmi 1 dilim var. 1 dilimdən 3'ü çıxmaq olur. Mümkündürmü?
Səndə cəmi bir dənə dilim var, mənə deyirəm ki, 3 dənə dilim ver. Mümkün deyil. Bəs bu zaman nə qayıracaq? Bu zaman mənim tortlarımdan birini parçalayacağam. Sən istəyirsən, bax bir daha deyirəm. Deyirsən ki, 3 dənə dilim ver. Deməli uşaqlar, mən tortun birini parçalamalıyam ki, heç olmasa buradan bu birisi tortdan da olsa bu 3 dilimi mən sənə veribdim. Aydındır tam. Onda deyirəm ki, bu tortlardan birini, bax, bu 3 dənə tortdan birini parçalayıram. Məxrəc 4-dür deyə 4 yerə parçalamalıyam. 4 yerə bölürəm. Oldu bu cəmi məndə neçə dilim? 1, 2, 3, 4, 5 dilim. Bəli, 5 dilimdən rahat formada 3 dilimi çıxa bilərəm. Aydındır tam. İndi kəsrimi aldım. Nə? Ədədimi aldım. 2 tam 4-dən 5 dilim formasında. İndi çıxıram 1 tam 4 ölçü. Yəni bir dənə tamı çıxıram. Üstündən kres çıxım. Getdi bu. Bir də ki 3 dənə dilim çıxıram. 1, 2, 3. Yerdə nə qaldı? Bir dənə tam qaldı. Bir də 4-dən 1, 2. 2 dilim qaldı. Aydın uşaqlar, başa düşdük. Baxın, bu hissədə kəsirləri çıxmaq olmur. Bir daha deyirəm. Kəsirləri çıxmaq olmursa, bir dənə tortu parçalamalısınız. Bu sizə aydındır. İndi bunu hər dəfə şəkillə işləmək rahatdırmı? Şəkilsiz olsa hansı formada işləyirik? Diqqətlə baxaq. Şəkilsiz işləyəndə. Sual ilə eyni sual işləyirəm uşaqlar. Deyirəm, aha, bir dilimdən 3 dilim çıxa bilmirəm. Qaldım burada. Çıxa bilmirəmsə, bu 3 dənə tortdan bir dənə tortu parçalayıb verirəm bura. Bir dənə tortu parçalayanda neçə dənə tam qalır? Aferin, 2 tam. Bir dənə tortu çıxdım deyə 2 tam qaldı. Və uşaqlar, bir dənə tortu mən neçə dilimə bölürəm? Məxrəc neçədir? 4 dilimə. Deyirəm ki, 4-dən 4 dilim. Düzdürmü? Plus 1 özündə də var idi. Çıxılsın 1 tam 4 ölçü. Bununla işim yoxdur. Bir daha deyirəm. Bax, bir dənəsini parçaladım. Bir dənəsini parçalayanda qaldı 2 dənə tam. Bu hissə aydın. 2 dənə tam qalandan sonra uşaqlar, bu hissədə bir dənəsini parçalayanda, bax, burada neçə dilim verilibsə, bir dənə tortu parçalayanda, bax, bayaq parçaladım. 4 dənə dilimdən 4 dənə dilim alındı mı? Ay, hissə olun, 4-dən 4. Və burada da özündə də bir dilim var, cəmi alındı 5 dənə dilim. Problem yoxdur burada. Bunu da yazandan sonra bir dənə də sual üzərində izah edəcəm təzədən. Bunu da yazandan sonra tamlar 1 çıxılır, 2 tam çıxılsın, 1 tam elədi 1 tam. 4-dən 5 çıxılsın, 3 elədi 2. Eyni cavabı alırıq. Problem yoxdur uşaqlar. Və uşaqlar, bunu hətta belə bir şey deyə bilərəm. Sürətlə məxrəci 2-yə bölünür deyə 2-yə bölə bilərsiniz. Problem yoxdur. Gəlin bölüm. 1 tam 2-də 1. Aydın tam bu formada təyin olunur. Bir dənə fərqli bir sual üzərindən baxaq. Yenə də görək hansı formada işlədik. Elə kitabın üzərində suallardan baxacağım uşaqlar. Səhifə 58-də ikinci sualda uşaqlar. Baxırım. Verilib 3 tam 4-də 1 çıxılsın. Elə indi bir dəqiqə həll edədiyim sual. 4 tam 9-da 3 çıxılsın. 1 tam 9-da 7. Mənə deyir ki, fərqini tap. 3-dən 7 çıxmaq olur? Xeyr. Çıxmaq olmursa nə ayırırsınız? Bir dənəsini parçalayırsınız. Bu aydın. Çıxmaq olmursa bir dənəsini parçalayıram. 4 dənə tamdırsa, birini parçalayanda biri gedəndə neçə tam qalır? 3 tam. Düz. Məxrəclə işiniz yoxdur. Bir dənəsini parçalayanda neçə dilimə parçalamalısan? Məxrəc 9-dur. 9 dilimdən 9-una ki, eyni bir məxrəcdə olsun. Deməli, 9 dilim parçalayıram.
Bax 9-da 9 nə verir? Sənə 1 verir də, düzdürmü? 3 dənə də özündə var, dilim. Bu saydındır. Hətta indi bunun bir dənəsində işləyəndə o həttanı deyərəm. Bu bərabərdir. 3 tam çıxılsın 1 tam. Elədi 2 tam. 9-da 12 çıxılsın 7 elədi 5. Bir dənə də sual üzərində baxın. Verilib 3 tam 7-də 5 çıxılsın 1 tam 7-də 6. Bu bərabərdir. 5-dən 6 çıxma olur? Xeyr. Olmursa birini parçalayırsınız. Birini parçalayanda neçə tam qaldı? 2 tam. Məxrəc olduğu kimi. Və uşaqlar, baxın belə də deyirlər. Hətta bəzi müəllimlər belə bir əzbərlətmə eləyir. O düzgün deyil, düz doğrusu. Yəni qayda olaraq eyni qaydaya çıxır, prosta əzbərləməyiniz düzgün deyil. Deyirlər ki, hə, sürətdə nəyə yazırsan? 7 plus 5-i, 12-ni. Səbəb niyə 7 plus 5? Çünki bir dənəsi parçalananda 7 dilimə parçalanır. Deməli, sürətə yazıram 7 dilim. Bax, bu parçalanandır. Aydındır. Plus özündə də var 5. Çıxılsın 1 tam 7-də 6. Bu da bərabərdir. Hətta bir dəfə də yazım. 2 tam 7-də 12. Çıxılsın 1 tam 7-də 6. Tamlar 1 çıxılır. 2 tam çıxılsın 1 tam. Elədir 1 tam. 7-də 12 çıxılsın 6 eləyir 6. Problem yoxdur uşaqlar burada. Bu formada təyin olunur. Bu formada təyin olundu. Başqa bir sual üzərindən baxaq. Verilib 7 tam çıxılsın 2 tam 7-də 6-da 5. Mənə deyir ki, ifadəsinin qiymətini tap. Bu bərabərdir. Uşaqlar, 7 tamdan birinci deyin görün bunun kəsr hissəsi nədir? Yoxdur. Olmayan şeydən 5 dilim mən sizə necə verə bilərəm? Mümkündürmü? Yox. Deyirəm onda tortun birini parçalayaq. Birini verəndə, bax, olmayan hissəyə. Qaldı mı 6 tam? Bunun məxrəci neçədirsə ona görə parçalayacağım. Deməli, 6 yerə böləcəmsə 6-da 6 formasında olacaq. Həqiqətən də uşaqlar 6-da 6 nəyi verir? Bir dənə tam tortu verir. Bir dənə tam tortu, 6 dənə tam tortu, cəmi 7 dənə verirsə. Çıxılsın 2 tam 6-da 5. Bu da bərabərdir. Tamlar 1 çıxılır. 6 tam çıxılsın 2 tam elədi 4 tam. Kəsr hissələr 1 çıxılır. 6-dan çıxanda 5 elədi 1. Bu formada təyin olundu. Bir dənə də sual üzərində baxaq. Verilib bizə 9 tam 5-də 1 çıxılsın 4 tam 5-də 2. Çıxmaq olmur. Birim verirsən. Qaldı 8 tam. Sırazı yaza bilirəm. Məxrəc oldu 5. 5 yerə böldün. 5 plus 1. Sürəti sırazı yazıram 6. Çıxılsın 4 tam 5-də 2. Tamlar 1 çıxılır. 8 tam çıxılsın 4 tam elədi 4 tam. 5-də 6 çıxılsın 2 elədi 4. Bu formada təyin olundu. Bu saydım uşaqlar. Bu formada təyin elədik. Növbəti sualı özünüz. Növbəti bəndə özünüz həll edirsiniz. Altdan çıxırsınız 1-ci 2 tam 4-də 3-ü. Aldığınız qiymətdən də çıxırsınız 4-də 5-i. Üçüncü sualda bizə nə deyir? Deyir ki, ədəd oxunda təsvirlərə əsasən çıxma əməlinə aid misal yazın və boş xanaya uyğun ədədi tapın. Verilib bizə. Ədəd oxumuz bu formada verilmişdir. Deyir ki, 2 tam 3-də 2-dən 1 tam 3-də 1 qədər sola get, düzdürmü? Yəni qabağa get. Yəni çıx. Onda 2 tam 3-də 2-dən çıxıram 1 tam 3-də 1. Deyirəm fərqi nəyə bərabər olacaq? 2
2-dən 1 çıxmaq olur deyə heç bir pay vermirəm. Uşaqlar, bayaqdan da çıxa bilmirdim deyə pay verirdim. Burada çıxmaq olur deyə problem yoxdur. Onda 2-dən 1 çıxıram 1, 3-də 2-dən 1 çıxanda 1. 1,3-də 1. Deməli, burada olacaq 1,3-də 1. Boşxana oldu bu. Aydındır uşaqlar. Keçin bir dənəsində yazım, B variantında yazım. B bəndi. C ilə D-ni özünüz yazacaqsınız. Verilib. 3,5-də 1-dən 5-də 4 qədər qabağa. 5-də 4. Yəni 3-dən 5-də 1-dən 5-də 4-ü çıx. Düzdürmü uşaqlar? 1-dən 4-ə çıxma olur? Xeyr. 1-dənsin verdim. Qaldı mı 2 tam? 5-də 1-dənsin parçaladım 5 yerə. 5 yer plus 1-dən dilim, elə də 6 dənə dilim. Çıxılsın 5-də 4. 2 tamdan çıxanda 0 tam. Qaldı 2 tam. 5-də 6 da dilim çıxılsın 4 dənə dilim, elə də 2 dənə dilim. 2 tam 5-də 2. Aydındır uşaqlar, tam. Bu formada təyin elədik. C və D variantını özünüz yazacaqsınız. C variantında 8-dən çıxacam 2,4-də 1. D variantında da özünüz fikirləşin, görün necə işləyirsiniz. Uşaqlar, mövzumuz bu qədər. Növbəti dərsimizdə görüşərik. Sağ olun yoldaşlar.